Bugünləri mamamın mətbəxində qızımla bir yerdə pirajki pişirdik. Kartuşkaları doğrayırıq. Qəşəng. Tez pişsin. Kartuşkaları qoydu qaynamağa. Bizə lazım olan ingrediyentlər, amma nələrdir? Un əsas. Qramların dəqiqliyini həmişə olduğu kimi video aşağısında yazacağam. Qatıqdır, çayını sodadır, duru yağdır, drojdur, nə qədər də su get. Qurumaya. Qurumaya. Hamısını yenildirəm. Qramlarını video aşağısında paylaşacağım. Onu mama ələyir. Onu mama elədi. Lazım olsa, bəlkə biraz lazım olsa əlavə edər. Hər bir çay qaşığı, bir çay qaşığı duz. Qatığın içinə əlavə eləyirik. Bir çay qaşığı çayını soda. Sodanı əlavə eləyirik ki, köpsün belə qəşəng. Qaçışdırırıq, biraz qaçışdırırıq. Sonra da əlimizlə yoğuracağıq. Mama qabaqcadan xəmiri hazır eləmişdi, qoymuşdu ki, xəmir özünə gəlsin. Xəmir biraz gec özünə gəldiyinə görə, yəni video çəkilişinə görə. Biz də istədik ki, sizə dəqiqliklə hamısını göstəreyim. Mama təzədən xəmir elədi. Amma bu bir porsiyanı eləmədi. Onun yarısını eləyib sizə göstərdi. Mən də video aşağısında həmişə olduğu kimi, yəni qramla hər bir şeyi, yəni dəqiqliklə paylaşacağam. İçinə gedən ingrediyentləri. Sadəcə sizə göstərmək üçün bu xəmiri hazırladı. Xəmirimiz buradakı hazırdır. Baxın necə olur. Yəni eyni xəmirdir, eynidir. xəmirdir. Sadəcə olaraq onu da kənarda saxlasaq, vaxta görə biz qabaqcadan eləyib mama eləmişdi. Baxın, yumuşaqdır. Kartuşkanı qaynatdıq. Həmişəki, yəni hamının bildiyi də püre hazırlayırıq. İndi mama əzir, amma ki kərə yağı ilə. Kərə yağı ilə püre qəşəng olur. Çox qəşəng olur. Bu qədər bəsdir. Bəsdir qızım. Dadı çox gözəl olur. Baxın, gör nə gözəl xəmirdir, maşallah. Amma tavanı qoyum qızsın. Qoy qızım. Çünki o qızana qədər. Bəli, qoy. Anamın pirajki tavasıdır. Bu da köynədir. Yəni qədimidir. Mama həmişə bunda pirajki pişirib illərdir. Heç un lazım deyil. Yox, yağı mən niyə əlavə eləmişəm? İsə içliyi doldururuq. İçliyi doldururuq. Baxın, Doldurur. bax belə. Belə sıxırıq. Mən belə eləyirəm pirajkilərimi. Bu reseptlə, yəni dediyim kimi, mamamın da, yəni paylaşmağımın səbəbi odur ki, mən demişdim, mamam pişirən pirajkiləri bütün hamı sevir, yiyənlər, qəşəng dadını bilir. Mən də ona görə paylaşmaq istədim ki, yəni mamanın reseptidir, illərdə hazırladığı, yəni şəkilləndirməyə çoxu uzun eləyir, balaca eləyir, yəni bu sırf mama həmişə necə eləyib, yəni o şəkildə istədim sizinlə paylaşım. Uzadırıq biraz. Uzadırıq biraz. Yağımız belə qəşəng isti olub. Nə üçün əlavə etmişdik qatığa? Belə puzuroklar alınır, qəşəng olur ona görə. Belə olur. Nəvələrimlə eləmişəm. Allah onları xoşbaxt bəxtəvər eləsin. Mənə kömək eləyiblər. Ona görə. Biri balaca, biri böyük. Balaca, biri böyük. Eybi canları sağ olsun. Dadı dəyişilmir ki, daddır da əsas. Qaba mama salfetka qoyub, salfetkanın üstünə düzür. Yağı belə hopsun salfetkaya. Çox qızaranda pirajki mama sevmir. Belə tam içər yanı, yəni pişirdən. Xırt-xırtlı olur, həm yumuşaq olur. Əllərdə salır, adısın. Güzel var ya. Neçə vaxtı qızım məni bezdirmişdi. Mama pirajkilər eləyir. Həm? Düzdür. Elə deyirdim ki, mama həmin bu pirajkilər eləyir, tez-tez eləyir. Sadəcə olaraq istəyirdim ki, video çəkim. Deyirdim ki, mama gəlin video çəkməyə, pirajkini hazır eləyirdi, qoyurdu stola. Onu da nə çəkməyə gəlirdi, yiyirdik. Bu dəfə də gəldim. Yenə də xəmirini hazırlamışdım. Göstərmişəm videoda. Yenə bir daha hazırladıq ki, sizə göstərək. Nə hansı ingrediyentlər gedir. Alacağımı sağ eləsin. Mamollikim. Sizin də
Nəvələrim də mənə bu günləri kömək eləyibdi. Sağ olsunlar. Allah sizin də Qızım ruzunuzu da bol kömək eləsin. eləyib, nəvələrim də. Allah hamının ruzusunu bol eləsin, bərəkətli eləsin. Siz də hazırlayın. Nuş olsun. Abunə olmağı unutmayın. Video aşağısında qırmızı buton var. Onu basın. Abunə olun ki, yeni videolarımla paylaşanda ilk siz görəsiniz. Həm də dadlı-dadlı videolarımla mamamla sizlər üçün Paylaşam. paylaşım edək.